Latviyada kişi çatışmazlığı o qədər böyükdür ki, qadınlar indi onların diqqətini cəlb etmək üçün yarışır. Bəzən hətta pul da təklif edirlər. Bu ölkədə kişi çatışmazlığı son illər o qədər hiss olunur ki, bu mövzu həm yerli mediada, həm də sosial şəbəkələrdə geniş müzakirə olunur. Rəsmi statistika göstərir ki, ölkədə qadınların sayı kişiləri 10 minlərlə nəfər üstələyir və fərqin 130-150 min arasında dəyişdiyini bildirir. Bu göstərici Latviyanı Avropada kişi-qadın balansının ən qeyri-bərabər olduğu ölkələrdən birinə çevirir. Xüsusilə 20-40 yaş aralığında demoqrafik fərq daha çox hiss edilir. Paytaxt Riqanın mərkəzində bir küçədə dayanmaq kifayətdir ki, üstünlüyün qadınlar tərəfində olduğu dərhal nəzərə çarpsın. Hətta zarafatla Latviyada kişilər əlin üstündə gəzdirilir deyə qeyd olunur. Bəzi iddialara görə ölkədə kişi qıtlığı o qədər hiss olunur ki, qadınlar münasibət qurmaq üçün rəqabətə girmək məcburiyyətində qalırlar. Yerli sakinlərin dediyinə görə bəzən kişiləri cəlb etmək üçün onlara xüsusi diqqət göstərən, hətta maddi təkliflər edən qadınlara da rast gəlinir. Sosioloqlar bildirir ki, qadınların sayının bu qədər çox olması əsasən miqrasiya, ölüm statistikası və sosial faktorlarla bağlıdır. Lakin bütün bunlar fonunda ölkədə real kişi çatışmazlığı problemi mövcuddur və bu da sosial münasibətlərə birbaşa təsir edir. Latviyada qadınlar kişilərdən 15,5% çoxdur. Bu göstərici Avropa Birliyinin orta göstəricisindən 3 dəfədən çoxdur. World Atlas'a görə Latviyada 65 yaşdan yuxarı əhali arasında da qadınlar kişilərdən 2 dəfə çoxluq təşkil edir. Latviyada kişi boşluğunu doldurmaq üçün qadınlar Danimarkadakı kimi ev işlərində onlara kömək etmək üçün 1 saatlıq işə götürməyə imkan verən xidmətlərə müraciət edirlər. Mütəxəssislər bunu kişilərin sağlamlıq problemləri və həyat tərzi seçimləri səbəbindən ömürlərinin xeyli qısa olması ilə əlaqələndirirlər. Kişilərin siqaret çəkməyə meyli təxminən 3 dəfə çoxdur. Kişilərin 31%, qadınların isə 10% siqaret çəkir. Kişilərin həm də piylənmə və ya artıq çəkili olma ehtimalı bir qədər yüksəkdir. Kişilərin 62%, qadınların isə 57% piylənmədən əziyyət çəkir. Bəzi qadınların əlverişli ərimi kirayələyin adlı gəlirli biznesi bütün növ ev təmiri, rəngləmə, dekorasiya, kafel və xalça döşəmə işlərini əhatə edir. Bu xidmətə tələbat o qədər yüksəkdir ki, bəzən sifarişləri rədd etməli olurlar. Tarix və statistikalar göstərir ki, cinslər arasındakı balansın pozulması yalnız fərdi həyatımıza deyil, bütöv cəmiyyətin ritminə təsir edə bilər. Latviyada qadınların kişilərə olan ehtiyacı və onların həyatını asanlaşdırmaq üçün göstərdiyi kreativ yollar isə bunu daha aydın göstərir. O zaman gəlin bir-birimizi qoruyaq, dəyərimizi bilək.